Salam, bugün 1 iyun 2025-ci il bildiyimiz üzrə 4-cü qrup üzrə birinci şans imtahanı keçirilmişdir və bugün mən sizlər üçün biologiyaya aid olan sualların izahını edəcəm. Əlimdə olan variant B variantıdır. Suallar hansı səviyyədə düşmüşdü deyə öz fikrimi desəm, orta səviyyəli bir suallar idi. Çox çətin suallar olduğunu deyə bilmərik. Ən azından mən sevincliyəm. Qrupumun qızları yaxşı yazdıqları üçün sevincliyəm. Əlimdə olan dediyim kimi variant B variantıdır. İndi həmin o sualları izah edəcəm. Hələ ki cavablar çıxmayıb, amma deməli yoxladığım qədəri ilə, yəni şagirdim doğru yazıb, cavabları doğrudur. Və hər kəsə şans arzulayıram, bol şans arzulayıram. Birinci şans zaten bitdi. İkinci şansda da kimdə əgər istədiyi nəticəni, uğuru birinci şansda əldə edə bilmədisə, inşallah ki, ikinci şansda hələ vaxt var, ikinci şansda əldə edər deyə düşünürəm. Başlayaq suallarımızın izahına. Birinci sualımızda deyilir, bir hüceyrəli göbələklər. Baxaq ki, bunların içərisində hansılar bir hüceyrəlidir? Mən birinci penisil göbələyini görürəm, çox hüceyrəlidir, sadəcə bir nüvəlidir, bir hüceyrəli yox. 2-də qov göbələyini görürəm, çox hüceyrəlidir. 3-də türkü qulağı göbələyini görürəm, çox hüceyrəlidir. 4-də mukor göbələyini görürəm, m hərfləri ilə yadda saxlamışdıq. Mukor göbələyi də bir hüceyrəlidir, maya göbələyi də bir hüceyrəlidir. Şagirdim də doğru olaraq 4 və 5 cavabını götürmüşdür. Hansı mülahizə yanlışdır? Bizə nə lazımdır? Yanlışı tapmağımız lazımdır. Gəlin tapaq. Xəstəliyin törədici və keçiricisi verilmişdir. Ensefalit bu virus tərəfindən törədilən bir xəstəlikdir. Deməli, törədici virusdur. Keçiricisi isə gənələrdir. Gənələr yazaq. Yuxu xəstəliyi bir hüceyrəli heyvan olan tripanosom tərəfindən törədilir. Tripanosom yazacağım. Və keçiricisi isə boğmayaqlı olan SS mirçəyidir. Taun bakteriyadır törədiciləri. Qısa olaraq yazıram. Keçiricisi isə əslində taunun keçiriciləri çoxdur. Birə deyə bilərəm, mirçək deyə bilərəm, arqazit gənə deyə bilərəm, qamazit gənə deyə bilərəm. Yəni, qısacası boğum ayaqlılar olaraq yazaq. Və daha sonra nə dedi mənə? Yanlışı tap dedi. Baxaq, X, M və Z eyni aləmə aiddir. Əvvəla X burada virusdur və virus aləm deyil. M-lə Z-ə baxdığımız zaman M bir hüceyrəli heyvandır, Z də bakteriyadır. Elə yanlış cavabımız A variantında verilmişdir. Sadəcə digərlərini də deyirəm, sizin üçün məlumat olsun. M və K eyni aləmə aiddir. M nədir burada? M tripanosomdur, heyvandır. K nədir? K da heyvandır. Eyni aləmə aiddir. Bu fikir doğrudur. Yəni, mənə yanlış lazım idi. Zaten yanlışı mən artıq seçmişəm. M və Z müxtəlif aləmlərə aiddir. M deməli heyvandır. Z bakteriyadır. Müxtəlif aləmlərə aiddirmi? Bəli, müxtəlif aləmlərə aiddir. Daha sonra Z və K müxtəlif aləmlərə aiddir. Z bakteriyadır. K heyvandır. Bəli, müxtəlif aləmlərə aiddir. Y, N və K eyni aləmə aiddir. Y nədir burada? Heyvandır, gənədir yəni. N milçəkdir, heyvandır yəni. K boğmayaqlıdır, yenə də heyvandır. Eynidirmi? Bəli, eyni aləmə aiddir. Bu sualımız da doğru. Qışı qatırquyruğu və planların oxşar cəhətləri. Bunların hər üçü üçün oxşar cəhəti saçaqlı kök sisteminə malik olmaları idi. Çünki digərlərinə baxsaq, toxumla çoxalma zaten toxum hələ yaranmamışdır. Mirkök sistemi hələ zaten yoxdur. Gametofit deyirlər, çünki onlar sporafit yetkin fərdləri. Gametofit olan mamır idi. Verilən canlı üçün doğru mülahizələri müəyyən edin. Burada bir balıq görürük. Ürək boşluğunda bir növ qan var. Doğrudur. Ürək boşluğunda venoz qan var. Bir növ qandır. Uzun borulu sümüklərə malikdir. Xeyr, hanı bunun uzun borulu sümükləri? Ətraflar deməkdir uzun borulu sümüklər və ilk dəfə olaraq postembriyonal dövrdə də suda quruda yaşayanlarda yaranmışdı. Hətta embriyonal olaraq soruşularsa da bu bir il bizə MIQ sualı kimi gəlmişdi. O da sürünənlərdə olmalıdır. Qarın aortasında venoz qan axır. Bu da doğru bir fikirdir. Ürəyində qulaqcıq və mədəcik sayı 1-in 2-yədir. Bu xeyr yanlışdır. Çünki bir qulaqcıq, bir mədəcik vardır. Xarici mayalanma mövcuddur fikri doğrudur. Onurğa sütunu 3 hissədən ibarətdir. Bu yanlış bir fikirdir. Çünki 2 hissədən ibarətdir onurğa sütunu. Gövdə və quyruq hissədən. Deməli, bu da yanlış oldu. Bizim doğru cavablarımız 1, 3 və 5 oldu.
Hansı canlılarda hüceyrə divarına rast gəlinər? Biz bilirik ki, öncə aləmləri xatırlasaq, 4 aləmimiz var idi. 4 aləmi yalnız birində xarici qlaf qlikokalix idi. Digər 3 aləmin üçündə də hüceyrə divarına rast gəlirdik. O zaman mən heyvanları çıxım. Heyvanları çıxım. Misal, heyvan nə görürəm? Ləmbliyə görürəm, çıxdım. Amöb görürəm, çıxdım. Elə cavabı aldım. Çünki parimeliya şibyədir. Şibyənin tərkibində də ya bakteriya göbələk vardır, ya da bir hüceyrəli yosun göbələk vardır. Yəni, 3 aləmin nümayəndələrinə rast gəlinir və həmin o 3 aləmin nümayəndələrinin üçündə də hüceyrə divarı vardır. Təbii ki, bir dənə şibyə tallomunda 3 aləmə rast gəlinməz. İkisinə rast gəlinər. Siyonobakteriya doğrudur, çünki hüceyrə divarı var. Bunu da götürəcəm. Plevrakok, bu da bakteriyadır. Bunu da götürəcəm. 1, 3, 4 doğru cavabımız elə D variantıdır. Sonra, həzm sistemi yalnız deməli, bir dəliklə xarici mühitlə əlaqələnənlər. Yəni, bu o deməkdir ki, ağızdan daxil olsun qida hissəcikləri, elə yenə də ağız vasitəsilə də bədəndən kənarlaşsın. O zaman yassı qurdların burada nümayəndələrini görürəm, ağ planari götürə bilərəm, qaraciyər sorucusunu götürə bilərəm. Çünki belə deyək, ilk dəfə olaraq sapqurdlarda əmələ gəldi axı anal dəlik. Sapqurdlara qədər bu fikrimiz bizim doğrudur. B. İnsan askardi və öküz soliteri. Yəni, burada askarit görürəm, doğru olmayacaq. Soxulcan görürəm, doğru olmayacaq. Soxulcan görürəm, doğru olmayacaq. Nereid, bu da həlqəvi qurdlara aid də doğru olmayacaq. Ona görə də bəli, 6-da A variantı doğrudur. 7. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Yaşıl çiçəkli söyüd. Mən biraz görmədə çətinlik çəkirəm. Bulanıqdır bildiyim qədərilə, özü də bulanıqdır. Ona görə də biraz ola bilər, inşallah ki, düz oxuyacam. Deməli, burada bizə deyir, Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Yaşıl çiçəkli söyüd bitkisi. Bu dişidir. Çünki sarı çiçəkli söyüd desəydi, erkək bitkidən söhbət gedərdi. Dişi bitkidən söhbət gedir. Adi şam, bu da çılpaq toxumludur. İndi mənə nə deyir? Deyir, uyğun bəndləri müəyyən edək. Mayalanma baş verir. İkisində də mayalanma baş verir. İndi burada A yazıb, bildiyim qədərilə doğru yazıb, amma yenə mən bir də yazdım. Burada A gedəcək, hər ikisində mayalanma baş verir. 3 növ generativ orqana malikdir. Çılpaq toxumlu 3 növ generativ orqana malik olmaz. Amma söyüd malik olar. Həm də bu toxuma da malik olacaq. Çünki dişi bitkidir axı. Əgər tamam desəydi ki, sarı çiçəkli söyüd erkək bitki olsaydı, erkək bitkidə mayalanma getməzdi, erkək bitkidə toxum meyvə əmələ gəlməzdi. Amma bu dişi bitki olduğu üçün, bəli, B variantda rahatlıqla mən 1-ə yaza bilərəm. Tozcuq hissəsi var. Tozcuq hissəsi kimdə var? Çılpaq toxumluda, yəni adi şamda var, buraya gedəcək. D. Tozlanma baş verir, hər ikisində tozlanma baş verəcək. Deməli, A, D hələ ki ortaq götürdük. 3 növ vegetativ orqana malikdir, bu da ortaqdır. Çünki 3 növ vegetativ orqan, kök, gövdə, yarpaq hər üçündə var. Deməli, doğru cavabımız 1B, 2C, A, D, Y, yəni cavab B variantı olaraq doğrudur. Hansı mülahizə doğru deyil? Doğru olmayan bir fikri axtarmalıyam. Nə deyir? Bəzi suda yaşayan məməlilərin tük örtüyü olmur. Bəli, bu fikir doğrudur. Mənə doğru olmayan lazımdır. Bu fikir doğrudur. Suda yaşayan məməlilər ağciyərlərlə tənəffüs edir. Fikri də doğrudur. Bəzi suda yaşayan məməlilər quruya çıxır. Bəli, bu biz suda yaşayan məməlilər içərisində su itini misal göstərə bilərik ki, o balalamaq üçün, yəni daimi su mühiti ilə, tamamilə quru mühiti ilə əlaqəsini kəsməmişdir də, belə deyək, su iti. Yəni müəyyən müddətdə biz onu quruda da görə bilərik. Ona görə də bu doğru bir variantdır. Bunu da götürməyəcəm. Suda yaşayan məməlilər yalnız suda çoxalır. Elə su iti misalından deyə bilərik ki, o balalamaq üçün, tüləmək üçün deməli xaricə çıxır da, yəni quruya çıxır. Ona görə suda çoxalır. Suda yaşayan məməlilər yalnız suda çoxalır fikri doğru olmadı. Bu bir yanlış fikir oldu. Daha sonra suda yaşayan məməlilər balalarını süd ilə bəsləyir fikri də doğrudur. Ona görə də mən bunu götürməyəcəm. Bağırsaq boşluqlar tipinə aid canlılarda rast gəlinən şəkil dalayıcı hüceyrəni görürəm və bununla bağlı hansı ifadə yanlışdır deyə bir test tapşırığımız. Vəzili hüceyrələr ilə eyni qatda yerləşə bilməz. Bu doğru bir fikirdir. Çünki bu nədir? Dalayıcı hüceyrədir. Biz də hidrada demişdik ki,
Əgər, yəni maksimum onda biz ayrı cinsiyyətli bir hidranın payız fəslində 8 növ hüceyrəsini görə bilərik. 6 növü xarici qatda yerləşər. O zaman spermatozoid yumurta hüceyrədə olacaqsa, 2 növü isə daxildə yerləşəcək. Yəni, bu sabitdir, dəyişmir daxildə yerləşənlər. İstəyir payız olsun, istəyir yaz olsun, istəyir ayrı cinsiyyətli olsun, istəyir hermafrodit olsun, yəni dəyişməz. Nə dəyişər? Xarici qat hüceyrələri, o da dediyim kimi ayrı cinsiyyətli verərsə hermafrodit, verərsə yaz və payız fəsli verərsə, xarici qat hüceyrələri bizim üçün dəyişər. Vəzili hüceyrələrlə dalayıcı hüceyrələr eyni qatda yerləşə bilməz fikri, bu, bir dəqiqə, vəzili hüceyrələr, bu doğru fikirdir. Çünki vəzili hüceyrələr daxili qat hüceyrələrdə axı. Dəri əzələ hüceyrələri ilə yanaşı yerləşə bilər fikri də doğru fikirdir. 2-nin kapsuldan çıxması üçün bir qıcıqlanmalıdır. Bəli, hiss edici tükçük qıcıqlanmalıdır ki, sapı atsın kənara, doğru bir fikirdir. Aralıq hüceyrələrinə əmələ gəlir fikri də doğrudur. Çünki bütün hüceyrələr aralıq hüceyrələrdən əmələ gəlir. Və bədənin hər iki qatında yerləşir fikri isə təbii ki, burada yanlış olacaq. Mürəkkəb refleks qövsündə iştirak edən 3 müxtəlif növ neyron sinir impulsunu bir-birinə ötürür. Və refleks qövsünün hansı hissəsində bu neyronların arasında sinaps yarana bilər? Baxın, mürəkkəb refleks qövsü deyir. Deməli ki, hissi yoldur bu. Daha sonra hissi yol hara qədər gələcək? Hissi yol gələcək, deməli, dendrit, cisim, akson daxil olacaq mərkəzə. Hissinin aksonu ilə ara neyronun dendriti arasında sinaps, nə qədər ara neyronlar varsa, akson və dendrit arasında sinapsları görürük. Daha sonra mərkəzdən çıxanda hərəkinin aksonu çıxacaq axı mərkəzdən. Və bir də sonda yenə də ara neyronun deməli, aksonu ilə hərəkinin dendriti arasında bir dənə də burada sinaps görəcəm. Daha sonra dendrit aldı, məlumatı cismə verdi, akson vasitəsilə işçi orqana ötürüldü. Yəni, mən harada gördüm? Yalnız mərkəzdə gördüm. Ona görə də Y variantı bizim üçün doğru bir cavab oldu. 11. Buğda mürəkkəb sümbüldür. Buğda da arpadır, çovdardır. Bunlar mürəkkəb sümbüldülər. Qızım da yazmış. Çiçək qrupu deməli dedikdə mürəkkəb sümbüldür. Burada da mürəkkəb sümbülü 2 yerdə görürəm. Mürəkkəb sümbül A və B-də vardır. Vavilova görə mənşə mərkəzi, buğdanın mənşə mərkəzi Azərbaycanın da yerləşdiyi Cənub-Qərbi Asiya mərkəzindədir. Çiçək düsturunda struktur elementlərinin cəmi, çiçək düsturunda çiçək 2 çiçək pulçuğu, 2 çiçək pərdəsi, 3 erkəkçi, 1 dişicik idi. Yəni, bəli, 8 cavabımız B variantı doğrudur. 12-yə baxdıq. Sxemdə verilmiş proses sağlam insanda harada baş verir? Yağın parçalanmasını göstərir. Yağlar hər zaman ilk olaraq harada parçalanardı? Mədədə parçalanardı. Çünki bitki mənşəli yağları demişdik ki, bitki mənşəli yağdırsa nazik bağırsaqda, heyvani mənşəli yağdırsa süd yağlarına görə mədədə başlayacaq. İndi mənim üçün görək bu hansı doğrudur. Yalnız yoğun bağırsaq fikri təbii ki olmayacaq. Yalnız yoğun bağırsaq və mədə deyib, doğru deyil. Nazik bağırsaqda, yəni burada yalnız sözünü yazmayıb. Yəni nazik bağırsaqda bu proses görə bilərəmmi? Bəli, görə bilərəm. Deməli ki, doğru bir variantdır. Mədədə də görə bilərəm. Amma burada yazır ki, yalnız mədədə. Yəni bu prosesi yalnız mədədə görmürəm axı. Mən nazik bağırsaqda da görürəm axı. Ona görə bu fikir də doğru olmadı. Ağız boşluğunda zaten yağ parçalanması olmaz. 13. Ağac gövdəsinin quruluş sxemi üçün uyğunluğu müəyyən edin. Nə görürəm? Qabıq görürəm. Deməli, sonra nə görürəm? Kombini görürəm. Bir də oduncaq görürəm. Tamam. İndi baxaq. Mantar görürəm. Mantar, deməli, digərini onsuz da flayma qatını göstərməyib, kombini göstərib, oduncağı göstərib. Baxaq. Deyir, nədir? A, uyğunluğu müəyyən edəcəm. Nəsə, test mənə biraz çatmadı. Tamam. Qeyri-üzvü maddələri daşıyan borucuqlar yerləşir. Bunu harada yerləşir? Tamam, o şəkildə düzəcəm. Qeyri-üzvü maddələri daşıyan borucuqlar yerləşir. Həmin borucuqlar harada yerləşir? Təbii ki, 3-də yerləşir. Yəni, oduncaqda olan ksilema borularından söhbət gedir. Gövdənin eninə böyüməsini nə təmin edir? Kambi hüceyrələri təmin edir. Deməli, B variantı bura. B variantı doğru. Sonra,
Qabıq və oduncaq hüceyrələri yaranır. Bu da kombidən yaranır, elə doğru yazılıb B və C. İllik halqalar yerləşir. İllik halqalar yerləşir oduncaqda. Ona görə buraya yazacağım, 3-ə yazacağım. Və mərciməklər yerləşir qabıqda, yəni mənim qızım doğru yazıb. D variantı. Sonra gəldik, nəsil şəcərəsində insanların qan qruplarının fenotipləri verilmişdir. Rəqəmlərlə işarə olunmuş hansı insanların və ya qan qrupunun genotipini dəqiq təyin etmək olmaz. Yəni, dəqiq deyə bilmərik. Tamam, baxaq. Deməli, 4-cü qan qrupudursa zaten bəllidir. A yazacağım, B yazacağım. 2-ci qan qrupudursa A-nı yazırıq. İndi mənim şagird burada yazıbdır. Yəni, mən kənarda yazacağım. Qırmızıdan zaten ayrılacaq. Yəni, o zaten özü doğru yazıb. Mən də yazım ki, izaha görə. Çünki izahsız bir kitabça yox idi əlimizdə. 2-ci qan qrupudursa bir böyük A-nı yazacağım. İkincisini hələ yazmıram. Niyə? Çünki böyük A adı ola bilər. Bizdə axı 2 dənə genotip var. 2-ci qan qrupu üzrə A0 da ola bilər, A da ola bilər. Daha sonra hələlik bunu bu şəkildə saxladım. Daha sonra yenə də 2-ci qan qrupu dedi. Buna da bir A yazdıq, saxladıq. Sonra 3-cü qan qrupu dedi. Bir B yazdım. İkinci hissəsi nədir hələ deyə bilmirəm. Amma buradan yola çıxaraqdan mən nə deyə bilərəm? Deməli, bu ikinci qan qrupudursa, zaten bu heç vaxt BB ola bilməz. Çünki 4-dən bir B-ni aldı. Tamam, BB olması üçün digər B-ni kimdən aldı? Anada B yoxdur. Deməli, zaten bu atadır daha doğrusu. Deməli, bunun onsuz da valideynlərində 2 dənə, yəni hər iki valideyndə B geni yoxdur. O zaman mən dəqiqliklə bunun B0 olduğunu dedim. Yəni, rahatlıqla B0 olduğunu deyirəm. B0 imiş. Və yaxud da ki, indi görək ki, bu B0-dırsa, yəni A gəlməyib də bu valideyndən. Atadan bu oğul övladına A geni gəlməyib. O zaman deməli AA deyilmiş. AA olsaydı, ata yalnız A geninə sahib olsaydı, nə qədər övladı varsa hamısına A-nı verməli idi. Deməli ki, bunu da mən təyin etdim rahatlıqla ki, A0 imiş. Bura qədər təyin etdik, amma bu hələ qaldı. Daha sonra burada 2-ci qan qrupu dedi, A-nı yazdıq, A-sı var. Övladlara baxıram, 3-cü qan qrupu deyir, B-si var. İndi bu B0 yazıb, sadəcə orada O yazmayıb, yəni B yazıb görünmür. B yazdıq. Hələlik dayansaq, yenə eyni prosesi gördük. Çünki tutaq ki, 3-cü qan qrupu 2 genotip verə bilər mənə, BB də verər, B0 da verər. Amma BB versəydi, burada anamızda da B olmalıydı. Ana fenotipli 2-ci qan qrupudur. Yəni, onun genotipi ya AA-dır, ya da A0-dır. Deməli, BB olmayacağına görə bu qan qrupu, bunu çıxacağıma görə B0 olacaq. Və bu B0-dırsa, zaten burada AB də bəlli, bunun B0-ın olduğuna tapmışam. Bəs bu B0-dırsa, deməli ki, bunun da AA olma ehtimalı yoxdur. Çünki yenə deyirəm, AA olsa ikinci fərd, yəni bu ana, o bütün övladlarına A verməlidir. Bəs onda bu B0 necə dünyaya gəlib bu oğul övladı? Deməli, yoxdur da, bunda 0 imiş. Bunu da təyin etdik. Amma 2-ni təyin edə bilərəmmi? Xeyr, 2-ni təyin edə bilmirəm. Çünki onun övladı olsaydı, onu əsasən təyin edə bilərdim. Bəli, yalnız 1. Sağlam qadının aybaşı siklinin fazalarında uşaqlıq divarının vəziyyəti təsvir olunmuşdur. Doğru mülahizəni müəyyən edin. Nə görürük? Aybaşı fazası, aybaşdan sonraki faza və sarı cisim fazası. Mənə nə dedi? Doğrunu müəyyən et dedi. Doğrunu, tamam. Z sarı cisim fazasıdır. Bu doğru bir fikirdir. Bunu işarə etdim. Z fazasında yumurta hüceyrə uşaqlı borusunda ola bilər. Zaten elə olacaq. Yəni ovulyasiya baş verir və yumurta hüceyrə uşaqlı borusunda olur. Yəni bu doğru bir fikirdir. X fazası sonunda uşaqlı divarın maksimum qalınlığı çatır. Hardan? Nəyə söküldü? Hardan maksimuma çatdı ki? Doğru deyil. 4 ovulyasiya üçün ən əlverişli. Ovulyasiya üçün ən əlverişli vaxt Z fazasıdır. Xeyr, Y-in sonunda da ovulyasiya. Ovulyasiyadan sonra başlayacaq sarı cisim fazası ki, doğru deyil. 5-də deyir ki, Y fazası 11 yaşlı qızda baş verə bilər. Təbii ki, baş verə bilər. Qızlar 10-12, oğlanlar 13-14 yaşında cinsi yetişkənliyə çatırlarsa, deməli ki, baş verə bilər.
1, 2, 5 bu oldu bizim üçün doğru variant. Sxemdə verilmiş proseslərlə bağlı hansı mülahizə sağlam insan üçün yanlışdır? Zulalın parçalanması, əmələ gəlməsi prosesini görürük və yanlışı axtarırıq. Və burada nə deyir? Bir katabolizm prosesidir. Yanlış fikri bu doğrudur. Bir katabolizm prosesi deyə bilərəm. 2 plastik mübadiləyə aiddir. Amin turşulardan zulal əmələ gəldi. Doğrudur. Burada zulal parçalandı. Doğrudur. Ribosomda baş verir. 2 doğrudur. Amin turşular ribosomda zulalı əmələ gətirirlər. Bu fikir doğrudur. Amma bilavasitə ağız boşluğunda baş verir fikri yanlışdır. Çünki biz bilirik ki, zulallar ağız boşluğunda həzm olunmaz. Orta yaşlı sağlam insanda bir dərin nəfəs alma zamanı normalda neçə millilitr oksigen ağca kapillərdən daxil olmuşdur. Dərindən nəfəs alıramsa 500 mən tənəffüs havası, ardıca 1500 əlavə havanı udmuş oluram. Yəni toplamda 2000 deməli kub santimetr hava udmuş olacam və 500 hava udduğum zaman əgər ağciyər kapillyarlarına keçən oksigen miqdarı 25 kub santimetrdirsə, 2000-i udacağım zaman nə qədər keçər? 2000-i 25-ə vurub 500-ə böldüyüm zaman 100 edəcək. Cavabımız yenə də doğrudur. 18. İnsanda hansı vəzlər yalnız xarici sekresiya vəzlərinə aiddir? Təbii ki, burada mədə olacaq. Çünki timus qalxana bənzər vəzi, böyrək üstü vəzi bunlar daxili sekresiya vəzlərdir. Mədə-altı vəzi qarışıqdır. Yalnız mədə vəzləri isə xarici sekresiya vəzisi olacaq. 19. 2 qat hidrogen rabitələrinin sayının 3 qat hidrogen rabitələrinin sayına bərabər olduğu bir DNT molekulunda, yəni nə demək istəyir? Demək istəyir ki, adeninlə timin, guaninlə sitozin bu nukleotidlərin sayları bir-birlərinə bərabərdir. Əgər bu DNT molekulunda 50 adenin varsa, 50 timin var, 50 guanin var, 50 sitozin vardır deməkdir. Və həmin DNT molekulu üçün verilən qrafiklərdən hansı doğrudur? Nukleotidlər, P pentoza, F fosfat. Deməli, mən burada adenin, guanin, sitozin, timinin eyni səviyyədə olduğu bir bəndi seçməliyim. Bu bəndi mən A-da da görürəm. Bu bəndi B-də də görürəm və məqsəd nədir? Baxın, adenin, guanin, sitozin, timin 50-50-50 götürsəm, burada nə qədər orta fosfat olmalıdır? 200, düzdürmü? Hər birində bir orta fosfat var. Nə qədər pentozu olmalıdır? 200, düzdürmü? Deməli, hər birində bir pentoz olmalıdır. O zaman pentozada, fosfatda, yəni o 4 qat çoxu olmalıdır. Bu düz deyil, çünki bunu azı götürüb. Elə bu variantımız doğrudur, çünki görürüz ki, təxmin elə 4 qat onun çoxu göstərilmişdir. Digərlər zaten D, Y heç ola bilməz. Buradakı hamısı eyni verib, elə ola bilməz. Axı, adenin, guanin, sitozin, timin hər biri üçün pentozu var, hər biri üçün orta fosfat var. Yəni, bu variantda doğru olmaz. Gəldik 20. Uyğunluğu müəyyən edin. Edək, produsent və redusent olaraq verilmişdir. Üzüm maddələri minerallaşdıran bilir ki, redusentdir. Buradan yazın. Fitoplankton olan produsentdir. Yalnız heterotrof qidalanan redusentdir. Sonra sürmə göbələyi ümumiyyətlə nə produsentdir, nə də redusent. Onu çıxdıq. Hidrogen bakteriyaları isə produsent olacaq da. Çünki xemosintez edirlər axı. Deməli, 1BY, 2AC, 1BY, 2AC. Bəli, yenə də bizim cavabımız doğru. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Küləklə tozlanan bitkilərdə, həşaratla tozlanan bitkilərdə. Tamam. Uyğunluğu müəyyən edək. Uyğunluğu müəyyən edək. Deyir, tozlanma cinsi çoxalmaya xidmət edir. Hər ikisində xidmət edir də. İstər bu küləklə tozlansın, İstər həşaratla tozlansın, hər ikisində çoxalmaq xidmət edir. Deməli, bu onların ortaq xüsusiyyəti oldu. Burada 1 yazılıb. Nektarlıq var. Həşaratla tozlananlarda 2 yazılıb. Çoxlu quru yüngül tozcuqlar bu 3 getdi küləklə tozlanmaya. Çünki bu küləklə tozlanan bitkilərdə yaranmış olan bir uyğunlaşmadır. İri və əlvan çiçəkləri olur. Bu 4-dür. Çünki həşaratı cəlb etmək üçün iri və əlvan çiçəklər olmalıdır. Tozlanma çarpazdır. Bu hər ikisində tozlanma çarpazdır. İstər külək, istərsə də həşaratla tozlananlarda. Görkəmsiz və ətirsiz çiçəklər isə
gedəcək 1-ə. Yəni cavabımız etdi burada elə C variantı. Onda tro hüceyrəsinin hansı orqanoidində zulalın biosintezi gedir? Yəni bu bir heyvandır. Sıçan kimlərə aiddir? Və heyvan olduğu üçün onun ümumiyyətlə xloroplastı yoxdur. Ona görə xloroplastı götürmərəm. Zaten hamar endoplazmatik şəbəkədə zulal sintezi getməz. Xloroplasta gedər də, amma heyvan hücrəsində xloroplast yoxdur. Mitoxondriyada gedər, hamar endoplazmatik şəbəkədə getməz. Golgi kompleksində getməz, xloroplasta gedər, amma dediyim kimi xloroplast heyvanda yoxdur. Ribosomda gedər, xloroplastda da zulal sintezi getsə də heyvanda olmayacağına görə götürməyəcəm. Cavab elə ribosom və mitoxondriya olaraq Y variantı olacaq. İnsanda gövdə skeletinə bilavasitə birləşmir. Gövdəmizə bilavasitə birləşməsin. İki cür sümük iliyi olan sümüklər, yəni borlu sümüklərimiz, bəli, gövdə skeletinə heç vaxt bilavasitə birləşə bilməz. Çünki biz onu bud və bazu sümüyü kimi götürsək, onlar qurşaq sümüklərinə birləşirlər, daha sonra gövdəyə birləşirlər. Cüt sümüklər. Cüt sümüklər, belə deyək, bunlar birləşə bilər də, körpücük sümükləri cüt sümükləridir. Axı, bu deyir, birləşmir. Deməli, ikini götürə bilmərəm. Uzun borlu, bəli, zaten iki cür sümük iliyi olan sümüklər elə uzun borlu sümüklərdir. Yastı sümük birləşər, çünki çanaq sümüyümüz yastıdır. Kürək sümüyü, bu da birləşməz. Kürək sümüyü nə ilə birləşirdi? Körpücük sümüyü ilə birləşirdi. Bir də bazu sümüyü ilə birləşirdi. Arxadan da hər hansı bir sümüklə birləşməsi yox idi. 1, 3, 5 doğru olaraq götürülmüşdür. Mitozun eyni bir fazasında baş verən prosesləri müəyyən edin. Vətər telləri itir. Vətər telləri harada bitir? Artıq prosesin sonunda. Düzdürmü? Deməli, burada artıq telofazanı mən görürəm. Telofazı görürəm. Vətər telləri əmələ gəlməyə başlayacaqsa bu profazadır. Stokinez baş verir. Bu telofazadadır. Yəni artıq sitoplazmanın bölünməsi. Xromatidlər qütüblərə çəkilirsə, xromatid qütüblərə nə zaman çəkilir? Anafaza mərhələsində çəkilir. Vətər tellərinin əmələ gəlməsi başa çatır. Vətər tellərin metafazada əmələ gəlməsi başa çatacaq. Xromosom spiralları açılır. Deməli, proses bitmişdir. Bu da telofazadır. Nə gördük? 1 telofaza dedik, 3 telofaza dedik, 6 telofaza dedik. Bəli, cavabımız burada da bizim doğrudur. Doğru kəsişmələri müəyyən edin. İnsanda toyuq korluğu xəstəliyi. Toran işıqda görmə qabiliyyəti pozulur. Bu doğrudur. Çöpçüklərin funksiyalarının zəiflənməsi nəticəsində əmələ gəlir. Fikrimiz doğrudur. A vitaminin artıq yazıb, artıq olması nəticəsində fikir yanlışdır. Bilavasitə görmə analizatorun ikinci hissəsinin nəsə pozulması falan yazıb, bu da yanlışdır. Yəni 1-2 doğru cavabımızdır. 26. Müəyyən ərazidə yayılmış, deməli, çay xərçəngi deyir. Çay xərçəngində 5 cüt ətraf var. Bilirik, xaçlı örümçək 4 cütdür. May böcəyində də 3 cütdür. Belə yazaq, may böcəyində də 3 cütdür. İndi, daha sonra deyir ki, xərçənglərin sayı 48-dir. Ümumi yermə ayaqlarının sayını isə 620 olaraq verib. 48-i onda mən vurum 10-a, çünki 5 cütdür, axı, tapım 480. 480 620-nin içərisində xərçəngə aid olandır. 620-dən çıxsam 480-i, bu nə qədər edəcək? Etdi 140. Deməli, 140 xaçlı hörümçəklə may böcəyin ətraflarının sayıdır və 4-də 3 nisbətindədirsə, deməli, 7 payın 4-ü aid oldu kimə? Hörümçəyə. Deməli, 80 ayaq hörümçəyindir. Böcəyin isə 60 böcəyindir. Mən indi 80 hörümçək olduğunu bildim. Daha sonra deyib, burada neçə xaçlı hörümçək olduğunu hesabla. Hər hörümçəkdə dedik 8-dirsə, 80 böl 8 etsin 10. Cavab 10. Doğrudur. 27. Uyğunluğu müəyyən edin. Burada nə verilib? Maraqlı bir test tapşırığıdır burada. Çiçəkləri 6 erkəkciklidir. Yəni, mən burada da 2-ni də 1-i də elə bir variant seçməliyəm ki, çiçəkləri 6 erkəkcikli olsun. Misal, burada baxaq. Bibər, badımcan çiçəklər fəsiləsidir. Sonra, deməli, orada olmayacaq da, 6 olmayacaq erkəkcik sayı. Erkəkcik sayı hansında 6-dır? Zambaqdadır, bir də xaç çiçəklərdədir. Deməli, birinə A gedər. Elə qızım yazdığına görə birbaşa deməli yazıram A, burada yazıram D. Amma biz onu digər hissəsinə əsasən də müəyyənləşdirməliydik. Yəni, əksi də ola bilərdi. İndi A, D.
Daha sonra deyir meyvəsi gilən meyvədir. Baxıram ki, D inci çiçəyidir. Bəli, ödədi. Meyvəsi gilən meyvədir fikri doğrudur. Eyni zamanda burada nə olmalıdırsa, onun da meyvəsi gilən meyvədir. Deyirik ki, bibərdir. Bibərin də meyvəsi gilən meyvədir. İki ləpəli bitkidir. Deməli, A. Bura niyə mən A yazdım? Bura yabanı axtırıb Y yazmalıydım. Bir iki dəqiqə. Bura mən Y yazmalıydım. Y. A yox. Hər halda ki, bu da Y yazmaq istəyib. Çünki A-nı bura yazıb, axı, bu Y olmalıdır. Deməli, çünki A-nı bura yazıbsa, bunu Y yazıb deyə düşünürəm. D inci çiçəyi, D, Y yabanı axtur. Hər ikisində 6 ekəkin olmasını ödədik. Meyvəsi gilən meyvədir, bəli. İnci çiçəyində meyvə gilən meyvədir. Bibəri qoysam gilən meyvədir. İkiləpəli bitkidirmi? Hər ikisi ikiləpəli bitkidir. Yəni, testin cavabı bu şəkildə olmalıdır. Gəldik situasiya sualımıza. Rahat bir situasiya sualı verilmişdir. Həkim müayinəsinə gələn iki pasiyent 40 yaşlı İskəndər, deməli 40 yaşlı İskəndər yaş da verib çaşdırmaq üçün. 40 yaşlı İskəndər və 15 yaşlı Ayxanın müayinədən keçdikdən sonra məlum oldu ki, İskəndərdə şəkil A, yəni podagra. Ayxanda isə şəkil B də göstərilən problem müşahidə edilmişdir. Yəni, Ayxan skalyozdur, İskəndər isə podagradır. Tamam. İndi baxaq. Deyir, İskəndər 1, Ayxan 2 problemi necə adlandırıb? Şəkil B-də göstərilən sümüklərin sınığı zamanı ilk yardımı necə göstərmək lazımdır? Onurğa sınığıdırsa nə etməliyik? Üzü üstə uzatmalıyıq, yəni hamar bir səth üzərində və o şəkildə həkimə müraciət etməliyik. Onu mənim qızım da burada yazmış olmalıdır. Üzü üstə uzatmaq, bəli. Daha sonra 29 deyir, X, Y, Z-in müəyyən edib yazın. İnsan skeletin hansı şöbələrinə aiddir? A. Göstərilən problem. Aşağı ətrafda, yəni ətrafla bağlı bir problemdir. Əsasən hansı növ sümük birləşmələrinin fəaliyyəti məhdudlaşır? Hərəkətli sümük birləşmələri məhdudlaşır. Çünki oynaqlarda olduğuna görə bu fikir doğrudur. Sonra şəkil B-də göstərilən problem gövdə onurğa. Yəni onurğa, hansı şöbə onurğa ilə bağlıdır? Onurğa üstündədir skalyoz. Fəqərələri də yazıb yarım hərəkətli. Burada yazıb yarım hərəkətli. Gəldik 30. Deyir ki, 30 biraz çaşdırır. Nəyə görə çaşdırdı? Çünki burada yaş verib 40-15 yaş. Ona görə biraz çaşdırıb. Deyir, hansı pasiyentin mövcud sağlamlıq problemləri olmasaydı? Yəni, podagra, skalyoz olmasa idilər. Olaraqdan demir, olmasaydı, sümük iliyi donoru ola bilərdi və biz də dərslik kitabımızda yazıldığı məlumata əsasən sümük iliyi donoru 18 yaşından aşağı insanlar da ola bilər. Başqa orqanların donoru ola bilməsələr də 18 yaşdan aşağı olan insan sümük iliyinə görə donor ola bilər. Deməli, burada hər ikisi İskəndər də olmalı idi, digəri də olmalı idi. Digərinin adı nə idisə o. Unutdum. Ayxan. Ayxan da İskəndər də hər ikisi donor ola bilərmiş. Belə, bu da mənim sizin üçün etdiyim izah. İnşallah ki, faydalı ola bildim deyə düşünürəm və hər kəsə uğurlar arzu edirəm. İnşallah ki, nəticələriniz həm birincidə, həm də ikinci şansda bol-bol uğurlar arzu edirəm və mənim qrupumdan olmayanlar üçün də mənə maraqlıdır. Nəticələrinizi rəylərdə yazarsınız. Sizdə nə qədər düz oldu? İnşallah ki, hər kəs istədiyi nəticəni əldə etmişdir. Heç kəsin əziyyəti yerdə qalmamışdır. Mən bir şeyə inanıram ki, həqiqətən gec belə olsa, əziyyət yerdə qalmır, əziyyət öz bəhrəsini görür. Bu qədər